Mingəçevirdə doğulasan, Balakəndə, Şəkidə oynayasan, Zenitin heyətində 2 dəfə Rusiya çempionu olasan və Almaniyanın məşhur klubu Hamburqla 2 il yarımlıq müqavilə bağlayasan. Söhbət futboldan gedir. Yox, kişi futbolçularımızdan yox, qadın futbolçusundan. Bu Nigar Mirzəliyevadır. 24 yaşı tamam olmayıb, amma bütün sadalıqlarım hamısı üstə gəldə Almanların ona valeh olmağı. Alman məşqçisi müqavilə bağlayandan sonra Nigar haqqında görün nə sözlər deyir. Ambisiyalı, çox gözəl müdafiədə universal futbolçu, fiziki hazırlığı əla, xarakteri super. Təsəvvür edirsiniz, Azərbaycanlı qız futbolçumuz haqqında danışır ha, Alman məşqçisi. Təsəvvür edirsiniz. Və bu Nigar Mirzəliyeva adi futbolçu da deyil ha. Müdafiəçi olmasına baxmayaraq milli komandanın heyətində 4 qol vurub. Özdə adi komandalarda yox, Türkiyə, Litva kimi milli komandalarına. İndi isə növbəti yol Almaniyadır. Ümid edirik Almaniyada Nigar daha da çox parlayacaq və onun arxasınca baxan həm kişi, həm qız futbolçularımız başa düşəcəklər ki, bu mümkündür. Azərbaycanlı futbolçu Almaniyada, Hamburqda. Uğurlar sənə Nigar.